Güzellerim, pendire bakın kızlar. Ay kızlar, pendire bakın. Bir daha buradan göstereyim. Pendire bakın, pendire kızlar. Burada 4 litre süt var kızlar. Bir xörək kaşığı. Bismillah, maya. Geçen karıştırdık mı? 1-2 dakika, 3 dakika gözleyeceğiz kızlar. Bak, yapışmır kızlar. Bak, yapışmadı bak. Başa düşdünüz. Bu bir tane göstereyim size. Bismillah, ya Allah. Maşallah, qəşəng. Gördünüz kızlar? Bak. Şu torbaya. Gitti mi torbaya? Aha. İndi telefon kızlar. Görürsünüz bacılar. Bak telefonu böyle prosto içerisinde serpmek lazımdı ki şey düşmesin, tompa düşmesin. Görün ne güzel pendirdi, buna bakın. Bəh, qəşəng. Gördünüz kızlar? Bakın, terfon pendir. Maşallah. Allah qaynanam canını sağ eləsin. O bunu mənə öyrədir, mən də qızlara öyrədirəm. Təzə pendir qəti yemək olmaz. Niye? Çünkü bu bruselloz ola bilər. İnəkdə, qoyunda, onlarda xəstəlik olur. Hə, ona görə də bu çiğ süddən hazırlanır baxır. Bilmem, bildim hazırlamışam. Yox, indi heç olmaz bir tikəylə. Bax qızlar, bax hər tərəfini bunun belə qəşəngcə saxlayır. Hə, atam, mama qurban. Orada yazılır. Və elə bilirsən ki, Neçə evladımız var? 3 evladım var. bax belə. Hər tərəfini qızlar, bax Mən ortancılam. düzdürük. İndi bundan bir su çıxacaq ki, nətəri. Baxın, bax, gördünüz? Hər tərəfini duzlayıb qoyuruq. Düz bir ay qızlar, bu yetişməlidir. Mən deməli indi bunu düzəldib üstündə flamasterla tarixini yazacağam ki, filan vaxtının pendiridir. 2-3 gün dalbadal düzəldib qoyacağım qızlar. Bax gördünüz necə duzladım hər tərəfini. Yoxsa təzə pendiri yemək olmaz. Bax. Sonra da bu suyunu verəndən bir 10 gün sonra tərpədirsən, baxırsan o tərəfinə, bu tərəfinə, duzu gedən yerinə təzədən duz salırsan. Vallahi deyir, eləyirik, şiddə yeyirik. Yox, qızım, eləməyin. Bir gün göyərtilidir, tərxunludur, tərxunlu pendirdir. Baxın, nə gözəldir, qızlar, baxın, tərxunlu pendirdir. Biraz tərxunlarını iri doğramışam deyərsən, baxın. Ne gözəldir, yamyaşıl, tərxunlu pendir. Bülbül nə oldu aydasın? Mən bişmiş süddən edirəm. Bişmiş süddən axı tərxun olmur qızım. Pendir olmur, o başqa cür dadır. Əsl pendir olmalıdır. Seva deyir, 30 ildir yeyirəm, ay Seva. Sizin yəqin inəkləriniz əminsiniz də sağlamdılar. Ax, bizim inəyimiz yoxdur, biz südü alırıq axı. Salam Maria, salam. Sıraya deyir ki, sizi çox sevirəm. Çox sağ ol, əzizim. Sıraya xanım. 4 litr süddən TikTokda canlı yayımda hazırladığım pendir 594 qram çıxdı. Maşallah olsun. İndi duzlamışam. Birdən yadıma düşdü ki, axı mən izləyicilərimə söz vermişdim. Çəkim. Görək 4 litrdən nə qədər çıxır. İndi 90 qram duza çıxaq. Demək 500 qram, yarım kilo 4 litrdən pendir çıxdı. Duzladım, indi yığıram qazana. Bunu bir ay istifadə eləmək olmaz. Bu yetişməlidir, tamam. Duz bunun tərkibində mikrobları qırmalıdır, xəstəlikləri qırmalıdır, bruselloz kimi və yaxud digər xəstəlikləri. Ondan sonra bu pendiri istifadə eləmək